Pomidor bitkisinin qəfil saralması, müxtəlif qida maddələrinin çatışmazlığı, xəstəliklər və ya ətraf mühit stressləri ilə bağlı ola bilər. AgroMK-nın dediyinə görə saralmanın əsas səbəbləri aşağıdakılardır. 1. Qida maddələrinin çatışmazlığı. Fərqli elementlərin çatışmazlığı bitkinin müxtəlif hissələrində saralma yaradır. Azot, N. Çatışmazlıq zamanı bitkilər kiçik qalır və bütün bitki, xüsusən də aşağı yarpaqlar açıq yaşıl və ya sarı rəng alır. Maqnezium, Mge. Yaşlı yarpaqlarda damarlar arası saralma. Damarların arası saralır, özləri yaşıl qalır, müşahidə olunur. Dəmir, Fe. Cavan üst yarpaqlarda damarlar arası saralma yaradır. Kükürt, S. Yaşlı yarpaqlar açıq yaşıl rəng alır. Həddindən artıq kükürt isə yarpaq kənarlarının yanmasına və saralmasına səbəb ola bilər. Molibden, Mo. Yaşlı yarpaqlarda saralma və kənarların nekrozu, toxuma ölümü baş verir. Unutma, sarma təkcə gübrə problemi deyil. Kök zədəsi, artıq su, soyuq torpaq və xəstəliklər də eyni görüntünü yarada bilər. AgroMK-nın məsləhəti: yarpağa bax, yerini tap, səbəbi ayırd et, sonra müdaxilə et. AgroMK